Akvariumda qalın xətlərlə sərhədlənmişlər hər biri bir blok formasındadır və blokun içərisində su ilə dolu olan hissələr var. Su ilə dolu olan sətir və sütunların içərisində neçə xananın içərisində su varsa, o sətir boyu sətrin sonunda yazılıb hər birində. Sütun boyu da sütunun sonunda yazılıb. Amma bir məsələ var ki burada. Məsələn, bu xanada, bu sətirdə 2 xana su ilə tam dolmalıdırsa, bu su burada ola bilməz. Çünki yarımçıq xana olmaz. Suyu sanki buradan biz tökəsi olsaq, burada yarımçıq formada veriləcək. 2 xanalıq su. 4-ün yarısı qədər. Olmaz elə bir şey. 2 xanalıq su axıb gedər. Ona görə mütləq bunlarda su yoxdur deməkdir. Su olan bir buradır, bir də buradır. Ki burada su dayana bilsin. 2 xanada. Sonra baxıram bunun qarşısında 5 xanada su olmalıdır. Bura deyil mütləq. Çünki burada su durmaz. Tökülər aşağı. Mütləq şəkildə 4 xananın 4'ü də su ilə dolmalıdır. Və bir də biri mütləq bu olmalıdır. Ki burada su dayansın. Məsələn, bu sütun gözümə sataşdı. Burada 5 xanada su olmalıdırsa aşağıda su ola bilməz. Deməli 6'sından 5'ində mütləq su var imiş. Burada. Burada su dayanmaz. Burada suyun dayanması üçün mütləq burada da su olmalıdır. Bunun yanı tam olaraq dolmalıdır demək ki. Belə bir şey gördüm burada mən. Ki burada su dayansın. 5 dənəsi buradan. Sətirdə 3 dənə olmalıdır. İkisi buradadırsa, biri burada ola bilməz. Onu dəqiq bilirəm. Çünki burada bölünər. Həm də ki bu 5 dənəsi dolubsa artıq əlavə bura yazmaq olmaz. Bu sonuncu sütunda 5 olmalıdırsa, 3 dənəsini yazmışamsa mütləq bu ikisində su var imiş. Ki burada 5 xananın içərisində su ola bilsin. Bu sətirdə 4'ündə artıq su var. Burada da 4'ündə artıq su var. Burada da 5'ində artıq su var. Bir dənə bu 2 xanada burada 3 olmalıdır deyə sətrin sonunda. Mən ya bura ya da bura. İkisindən birinə su yazacağım. İndi burada 2 olduğuna görə bura yaza bilmirik. Ona görə mütləq bura yazmaq lazımdır.